O zaman 18 yaşım vardı. Rus əskərlərinin dediyinə görə atamı Kamu adlı erməni vurub. Bunu Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərər çəkmiş şəxs Camal Məmmədov deyib. Laçın rayonunun Cicimli kənd sakini olan Camal Məmmədov 1992-ci ilin may ayında kəndin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyini bildirib. O, atası Mehdi Məmmədovun 1989-cu il avqustun 12-sində erməni hərbçiləri tərəfindən öldürüldüyünü diqqətə çatdırıb. Qeyd edək ki, bugünkü prosesdə Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması ilə bağlı video material nümayiş etdirilib. 1992-ci il mayın 18-də ermənilər tərəfindən lentə alınan video materialda Laçın rayonunda yanan evlər erməni hərbçilər əksini tapır. Videoda bir erməni hərbçi digərinə "Aşot, gör necə yanır" deyərək yanan evlərdən birini göstərir. Bundan sonra məhkəmədə zərər çəkmiş şəxslər dindirilib.